Hamıya salam, kanalıma xoş gəlmisiniz. Mənə qonaq gəldiyinizə çox şadam. İndi isə sizinlə birlikdə Əhmədlidə yerləşən Bravo marketə alış-verişə gedirik. Adətən alış-verişi Koroğluda yerləşən Bravo marketdə edirəm. Amma bugün Əhmədlidə idim, bir mağazada oldum. Bu barədə biraz sonra sizə mütləq danışacağam. Ona görə də bu Bravo marketə baş çəkməyə qərar verdim. Son vaxtlar getdikcə daha çox hiss edirəm ki, Bravo marketdə alış-veriş etmək heç də sərfəli deyil. Güya digər mağazalarda aldığın eyni məhsulları götürürsən, amma qəbzdə məbləğ demək olar ki, bir yarım, iki dəfə çox çıxır. Sadəcə məsələ ondadır ki, Bravo marketdə digər mağazalarda olmayan elə məhsullar tapmaq mümkündür. Düzdür, bəlkə də onlara uyğun alternativ tapmaq olar. Əslində vaxt baxımından çox məhdudam. Alış-veriş etməliyəm, evə getməliyəm, nahar hazırlamalıyam, sonra isə işə başlamalıyam. Həm evdə, həm də bağ evində qab yumaq üçün süngərlərim qutarıb. İndi 2 paket götürəcəm. Neytral rənglərə üstünlük verirəm. Parlaq parça və ya süngərləri sevmirəm. Məncə onlar güclü rəng səs-küyü yaradır. Mən məişət kimyası bölməsini çox sürətlə keçməyə çalışıram. Çünki burada nəfəs almağım çətinləşir. Dayanmaq yalnız ev üçün həqiqətən lazım olan bir şey almalı olduğum zaman baş verir. Bugün bu bölmədə mənə heç nə lazım deyil, amma indi kosmetika bölməsinə keçirik. Orada isə mən həmişə uzun müddət dayanmaqdan xoşlanıram. Burada elə Garnier'in endirimdə olan parça maskaları var idi. Mən onları çox sevirəm. Mən 4 ədəd göz ətrafı üçün maska və 4 ədəd üz üçün maska götürdüm. Artıq bir neçə ildir eyni duş geli alıram. Nivea krem və qızılgül. Mən onun qoxusunu, teksturasını və istifadədən sonra dərinin necə görünməsini çox sevirəm. Məni isə narahat edən odur ki, artıq uzun müddətdir mağazalarda Splat firmasının çiyələk dadlı diş pastasını tapa bilmirəm. Mən onu müxtəlif mağazalarda, hətta apteklərdə də axtarıram, amma heç yerdə yoxdur. Əvvəl isə var idi. Bravoya gəlməyi ən çox sevirəm, çünki burada böyük seçimdə balıq var. Dondurulmuş və təravətli. İndi isə dondurucudu bölmədə bu alabalıq paketini gördüm. İçində 2 ədəd var və düşündüm ki, birini nahar üçün bişirmək olar. Yeri gəlmişkən, tanışım mənə dedi ki, Keşlə bazarında çox yaxşı təzə balıq almaq mümkündür və mən düşündüm, bəs niyə oraya balıq alış-verişinə getməyim? Yəqin ki, günlərin birində sizinlə birlikdə ora gedərik. Əvvəllər mən qəhvəyə çox tez-tez qaymaq əlavə edirdim, amma son vaxtlar budad birləşməsindən uzaqlaşmışam. Bu dəfə isə Prostokvaşinanın 20%lik qaymaq götürməyə qərar verdim. Məsələ ondadır ki, mən geyzer qəhvə maşını almışam və belə qəhvə ilə həm süd, həm də qaymaq çox yaxşı uyğunlaşır. Həmçinin sınamaq üçün bu latte dadlı süd kokteylini götürməyə qərar verdim. Orada müxtəlif dadlar var idi, həm karamel, həm də gilə meyvə və ya qaraqat dadlı. Amma mən məhz latte dadlısını sınayacağım. Əgər siz artıq bu kokteylləri sınamısınızsa, şərhlərdə fikirlərinizi yazın, onları oxumaq çox maraqlı olar. Həmçinin səbətə Prostokvaşinanın 2 və 5% yağlı südünü qoyuram. Məsələ ondadır ki, indi mən propolis məhlulu kursu keçirəm və onu qarışdırmaq üçün süd lazımdır. Mən Azovskaya fabrikinə aid məhsulları çox sevirəm. Onların marmeladları və bu kazinakları çox dadlıdır. Bugün mən kazinakları götürməyə qərar verdim. Çay və ya qəhvə ilə çox yaxşı qəlyan altı olar. Qızım məktəbdə və universitetdə oxuyanda mən tez-tez ona bonjour pirojnaları alırdım. Ona həmişə çox xoş gəlirdi müxtəlif dadlarda. Bu dəfə isə mən elə bu məhsulların rəfində oldum və
Onlar üçün çay üçün bir qutu götürməyə qərar verdim. Hansı dadı seçəcəyimi bilmirdim və armud dadlı olanını almağa qərar verdim. Bilmirəm, sonra qızım sınayacaq və öz rəylərini deyəcək. Rus dilli kanalımın izləyicisi mənə Geyser qəhvə maşını üçün Jacobs Monarch klassik qəhvəsini almağı tövsiyə etdi. Mən də bu dadı sınamağa qərar verdim. Gələcəkdə dəmləyərkən sizə deyəcəm, bəyənəcəm yoxsa yox. Son vaxtlar tez-tez özüm üçün jeledən desert hazırlayıram. Mən jeleni çox sevirəm. Təəssüf ki, çeşid zəngin deyil. Yalnız çiyələk və albalı dadlı jelelər var. Hər birindən bir paket götürəcəm. Mənim soyuducumda həmişə balıq konservləri olur. Əsasən bu tondur, çünki lazım olanda tez bir zamanda qəlyanaltı üçün salat hazırlaya bilirəm. Bəzən isə digər balıq növlərindən olan konservləri də alıram. Məsələn, indi Kaja markalı salmon. Mən vaxt aşırı ton balığı ilə salat hazırladığım üçün bu salat üçün şirin qarğıdalı lazımdır. Ona görə də bir banka götürəcəm. Bir vaxtlar Lukashenski firmasının marinat edilmiş göbələklərini çox tez-tez alırdım. Düzü, artıq uzun müddətdir almırdım. Amma bu dəfə risk etməyə qərar verdim. Xaxa, yaxşı, bu bankanı yeyəndə qızımı xəbərdar edəcəm. Qoy 1-2 saatdan sonra yoxlasın. Görsün hər şey qaydasındadır, ya yox. Mən mağaza boyunca gəzməyə davam etdim və rəflərdə hissə verilmiş skumbriya gördüm. Onu nə qədər vaxtdır yemirdim. Artıq uzun müddətdir nə duzlu, nə az duzlu, nə də hissə verilmiş balıq özümə icazə vermirdim. Səbəb isə artıq duzdur. Orqanizmi boş yerə yormaq istəmirəm. Amma bugün özümü saxlaya bilmədim və yenə də götürməyə qərar verdim. Mən 2-3 ayda bir dəfə quzu əti alıram. Əsasən baldır hissəsini sevirəm və onu öz şirəsində bişirirəm. Soyutma kimi. Quzu ətini tez-tez yeyə bilmirəm. Orqanizmim ona bir mənalı reaksiya vermir. Hər dəfə fərqli olur. Toyuq balıq və dana ətini orqanizmim sakit qəbul edir. Quzu ətini isə yaxşı şəkildə daha çox kabab formasında həzm edir. Sonra Milvana firmasından bir unluq yumurta götürdüm. Mənim üçün yumurtaların hansı markadan olması vacib deyil. Əsas odur ki, istifadə müddəti az-çox təzə olsun. Təəssüf ki, Bravoda rəflərdə tez-tez çox da təzə olmayan tərəvəzlər olur. Məsələn, indi baxın bu gül kələminə. Məncə tərəvəzləri bu vəziyyətdə rəflərə qoymaq müştərilərə və alıcılara qarşı açıq-aşkar hörmətsizlikdir. Gül kələmini təəssüf ki, evə götürməyəcəm, amma bir balaca bal qabığını götürəcəm. Çox istəyirəm ki, yenidən bal qabaq şorbası hazırlayım. Mən bu yeməyi çox sevirəm. Bal qabaq mövsümü zamanı belə şorbanı mümkün qədər tez-tez hazırlamağa çalışıram. Rəflərdə bolqar bibərləri yaxşı və təzə idi və mən 2 ədəd götürəcəm. Bir qırmızı, bir sarı. Həmçinin evə Borodino çovdar çörəyi götürəcəm. Bütün lazım olan məhsullar alındı, evə gedirik. Mən artıq evdəyəm və indi alış-verişimlə sizinlə bölüşmək istəyirəm. Çünki Bravo marketə getməzdən əvvəl mən ev əşyaları mağazasına daxil olmuşdum. Daha dəqiq desək, qab-qaçaq və digər şeylərin satıldığı yer. Bu Luminark mağazasıdır. O Əhmədlidə yerləşir. Təxminən elə eyni mağazadır ki, Razinada sizə göstərmişdim. Əslində mən o mağazaya getdim, çünki mən Denihom firması ilə çox maraqlandım. Onların Instagram səhifəsini tapdım və gördüm ki, bu Əhmədli mağazasında bu firmaya aid çox məhsul var. Düzünü desəm, ora getdiyimə peşman olmadım. Oradan aldığım hər şey mənə çox xoş gəldi. Ötən dəfə bağ üçün qara və boz rəngli silikon lapatkalar almışdım. Bu dəfə isə ev üçün qara rəngli olanını almaq istədim. Bağda mənim kapuçinadorum sıradan çıxmışdı və mən onu bu mağazadan almağa qərar verdim. Mən yalnız büdcəyə uyğun olanını tapdım.
Qiyməti cəmi 2 manat idi. Nə qədər davam edəcək və nə qədər möhkəmdir bilmirəm. İstifadə edəcəm, sonra sizə öz rəylərimi bildirəcəm. O mağazada mənə çox xoş gəldi ki, müxtəlif dəstləri özü seçmək olur. Dəsmal, mətbəx əlcəkləri, tutacaqlar. Dəstləri müxtəlif rənglərdən seçmək mümkün idi. Hə, rənglər çox gözəl idi, amma mən məhz bu rəngləri seçdim. Bağda mənim ağ, boz və nainə rəngli mətbəx dəsmallarım var, amma mən daha çox bahar və yay mövsümünü xatırladan bir şey istəyirdim. Ona görə də bu rəngləri seçdim. Amma dərhal istifadə etməyəcəm. Bu əşyaları isti mövsümə qədər kənara qoyacağam və vaxtı gəldikdə onları çıxarıb böyük zövqlə istifadə edəcəm. Həmçinin mən bu gözəl yumşaq nənə rəngli fincanın yanından keçə bilmədim. Hətta təsəvvür etdim ki, onunla salat, bəlkə də şorba, hətta bəlkə bir desert də yeyəcəm. Yəqin ki, bu fincan bağa gedəcək, amma hələ qərar verməmişəm. Amma nə olursa olsun, bilirəm ki, bu fincandan istifadə etmək mənə çox xoş olacaq. Скучно. Давай с тобой в прятки догонялки сыграем? Ну что, пойдем сегодня. Отпадем. Иван, ну, воротись. Заснешь, Иван, пусть потворит, а согнется твоя спина. Növbəti gün nəvəm mənim qonağım oldu. Həftədə bir dəfə onu məktəbdən götürürəm və o mənim yanımda vaxt keçirir. O yeməkdə çox seçici biridir. Onu razı salmaq çətindir. O qarabaşağı çox sevir, amma hər dəfə ona qarabaşaq vermək məncə düzgün deyil. Buna görə bu dəfə mən plov hazırladım. Qazmaq kimi kartof istifadə etdim. Bəzən mən belə bişirirəm və mənə çox xoş gəlir. Kartof xırtıldayan və çox dadlı olur. Plov üçün mən quzu baltırını hazırladım. Əvvəlcə onu öz şirəsində yaxşıca qaynadım. Sonra əti sümüklərindən ayırdım və parçalara kəsdim. Sonra soğanı qızartdım. Üstünə əti və biraz ət suyu əlavə etdim. Plova belə bir əlavəm oldu. Nəvəm mənim yanımda olanda biz həm dadlı yemək yeyə bilirik, həm film izləyə bilirik, həm dərsləri edə bilirik, həm də hansısa oyun oynaya bilirik. Это коротко о том, как Диди делает уроки. Она сначала сидит на том стуле, потом на том, потом на этом. Bu qısa olaraq nəvəm necə ev tapşırıqlarını yerinə yetirir haqqında. O dərslərini edərkən mən bütün qabları yuyub, hətta çay süfrəsini hazırlamağa da vaxt tapdım. Biraz sonra dərslərini bitirəndə biz çay süfrəsini ətrafında oturacağıq. Müxtəlif dadlı şirniyyatlar olacaq. Bu artıq növbəti gündür. Mən Nikol ilə gəzməyə çıxdım. Belə oldu ki, bu videonu yəqin ki 3 günün görüntülərindən topladım. Bu videonu yığarkən başa düşdüm ki, çoxlu görüntülər itib. Yəqin ki, mən onları təsadüfən sildim. Təəssüf ki, həmin görüntülərin arasında qab-qaçaq mağazasında gəzinti də var idi. Amma heç nə, mən artıq sizə bir belə mağazadan gəzintini göstərmişdim. Bu mağazada demək olar ki, eynidir. Sadəcə orada Denihum firmasına aid çoxlu məhsullar var idi.
Yaxşı, belə hallar bloqçuların həyatında da olur. Mən diqqətli olmağa çalışacağam. Bugünkü vloqu burada yekunlaşdırmaq istəyirəm. Diqqətiniz, layklarınız və şərhlərdəki xoş sözləriniz üçün təşəkkür edirəm. Ümid edirəm tezliklə yenidən görüşərik. Hamıya hələlik.